Herkese salam değerli izleyiciler. Ben bu videoda sizinle 13 Aprel 2025-ci ildə keçirilən 9-cu sinif riyaziyyat imtahanının, yaxud da buraxılış imtahanının riyaziyyat suallarının izahını paylaşacağım. Deməli, 57-ci sualda düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar deyə bir sual verilib. Biz bilirik ki, düzbucaqlı əslində bir kvadrat da düzbucaqlıdır. Yəni bunu bir kvadrat kimi götürsək, məsələn 10-10 yazsaq, nümunə şəklində yaza bilərsiniz. Tərəfləri 10-10 olan bunun sahəsi nə olur? 100 olur. Deməli bizə deyir uzunluğunu 40%, enini də 20% azaldırıq. İndi isə uzunluğunu fərqi yoxdur, yəni onu 40% azaltdıqda onu vurarıq %100 çıx 40, yəni 60-a. Burada edəcək 6. Deməli eni olacaq 6 və digərini də 20% azaldırıq. Biraz buralar yazılıdır. Məsələn bir də onu %100 çıx 20 bərabərdir 10 vurulsun %80. Bu da olacaq 8. Deməli digər tərəfi də olacaq 8. Gördüyümüz kimi bu zaman sahə, yeni sahə olacaq 48. Yəni düzbucaqlının sahəsi 100 idi, oldu 48. Neçə faiz azaldı? 100-dən çıxacaq 48-i, cavab olacaq 52% azaldı. Cavabımız olacaq A bəndi. Keçirik 58-ci suala. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalır? Eyni bu şəkildə əslində düsturumuz V bərabərdir A kubudur. 2 dəfə azaldıramsa, deməli bu da 8 dəfə azalacaq. Yerinə nümunə olaraq da yaza bilərsiniz. Məsələn, kubun tərəfi 10-dur, 10-dur, 10-dur. Sahəsi, həcmi olacaq 1000. Və tərəfini, tilini 2 dəfə azaldıram olacaq 5. 5 vur, 5 vur, 5. Bu da olacaq 125. 1000-i bölsək 125-ə, 1000 də oldu 125. 8 dəfə azalmış olacaq. Cavabımız olacaq A bəndi. Verilən AOB açıq bucaqdır. CO AB-yə perpendikulyardır. Yəni burada 90 dərəcədir. DOC 25 dərəcədir. Və bizdən AOD-ni soruşur. Bilirik ki, əgər burada 90 dərəcədirsə, elə burada 90 dərəcədir. Bura 25, yəni 90-dan 25-i çıxsaq, cavabımız olacaq 65 dərəcə. C bəndi. Gələk bura bir dənə sualın özünü yazım. Vuruqları, kəsirini ixtisar etmək. M kvadratı. M kvadratı çıx 5n çıx mn üstə gəl 5m şəklində yazsaq. Aşağıda da 25 çıx m kvadratı. Yuxarı yenidən baxaq. Burada m kvadratı ilə m'i bir qruplaşdırıb m'i çıxarsam mötərizə xaricinə m çıx n. Burada isə 5n ilə mənfi 5n ilə müsbət 5n'i qruplaşdırıb mənfi 5-i mötərizə xaricinə çıxarsam n çıx m qalacaq. İndi bir zirəyə bunu yazaq. 25 çıx m kvadratı. Və belə etmək istəyirəm. Bu n çıx m-in yerinə m çıx n yaza bilərəm. Ancaq ki, qarşıya mənfi çıxartmalıyım. O zaman indi m çıx n-i mötərizə xaricinə çıxarsam, yerdə m üstə gəl 5 qalacaq. Aşağıda isə a kvadrat çıx b kvadratı kimi ayırsaq, aşağıdakı deməli ifadəni, yəni 5 çıx 25 5-in kvadratı da 5 çıx m və 5 üstə gəl m şəklində yazaram. 5 üstə gəl m ilə m üstə gəl 5 eyni olduğu üçün onlar gedəcək ixtisar. Yuxarıda qaldı m çıx n, aşağıda da 5 çıx m. M çıx n, 5 çıx elə B bəndi doğrudur. 61-ci suala baxaq. Çox sadə bir tənlikdir. Vurub açacaq. 3x çıx 3 vurulsun 2'ye 6 bərabərdir 6'ya. 3x bərabərdir 6'nı keçirsək sağ tərəfə 6 üstə gəl 6. 3x bərabərdir 12'ye. X'imiz bərabərdir 4'ə. Bu qədər. Cavab olacaq C bəndi. Tənliklər sistemindən x'i tapın. Çox sadə bir tənliklər sistemidir. Tərəf-tərəfə toplayacaq və y-lər islah olunacaq. 2x üstə gəl x olacaq 3x bərabərdir 0 ilə 6'ını topladıq 6. X'imiz bərabər olacaq 2'yə. Belə. Hansı nöqtə bu funksiyanın qrafik üzərindədir? Sadəcə olaraq verilən nöqtələrdən x'in yerinə
və y-in yerinə qiymətləri qoyub yazmaq. Yəni x-in yerinə birinci ədədi qoyduqda, birinci koordinatı, y ikinci koordinat alınmalıdır. Yəni a-nı yoxlayaq bir-bir, 0 bərabərdir, -2 vurulsun 6, üstəgəl 6. Görək bərabər olunur və yaxud da belə yazarıq. X-in yerinə 6 yazıb 0-a bərabər olduğunu yoxlayaram. -12 üstəgəl 6 olacaq, -6 bu deyil. Digərini yoxlayaq, 4 yazsam, -2 vurulsun 4 üstəgəl 9. Daha düzü, uşaqlar, bir dəqiqə. -2, x-in yerinə 4 yazdım. -2 vurulsun 4, -8 üstəgəl 6. Burada olmalıdır, -2. Bu da deyil. Digərini yoxlayaq. -3 yazsaq, x-in yerinə -2 vurulsun -3 üstəgəl 6. Bu zaman müsbət 6 üstəgəl 6, müsbət 12-dir. Bu da deyil. Sonuncunu yoxlamağa dəyməz. 6 alınmalıdır burada, 5 yox. D-ni yoxlayaq, böyük ehtimalla D olacaq. -2 vurulsun -5 müsbət 10 edəcək. Üstəgəl 6, müsbət 16 cavabımız D bəndidir. Və bizə verilib əkob 18, 36 üstəgəl əbob 10, 11. Bilirik ki, 18 ilə 36-nın əkobu 36, 18-in bölünəni olduğu üçün, yəni 18, 36-nın böləni olduğu üçün əkob burada böyük olana bərabərdir. Yəni 36-ya, çünki 36 ilə 18-ə bölünür. Əbob 10 ilə 11 ardıcıl ədədlərdə qarşılıqlı sadə ədədlərdir. Bunların əbobları 1-ə bərabərdir. 36 üstəgəl 1, cavab 37 edəcək Y bəndi. Keçək 65-ə. Tənasübdür, çox sadə bir tənasüb sualıdır. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 15x bərabərdir 21 vur 5. Belə deyək, 5-ləri ixtisar aparsaq 3x bərabərdir 21, x-imiz də bərabərdir 7-yə. Bəli, cavab olacaq C bəndi. 66. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Gördüyümüz kimi ehtimal sualı çox sadə bir sualdır. Çox sadə bir sualdır. Bunlar dəfələrlə işlədiyimiz suallardandır. Bəli. Demək olar ki, uşaqlar, bura qədər yazdığımız sualların hamısını biz dəfələrlə işləmişik. Sınaqlarda olsun, dərslərdə olsun. Yəni, sınaq işləməyin faydalarını imtihana gedənlər görəcəklər. Yəni ki, sınaq işləyib imtihana gedənlər mütləq faydasını görəcəklər. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalı. Deməli, hansıları yazırıq? Mümkün hallarımın sayı 10-dur. Seçilən mənim əlverişli hallarımın sayı 2, 3, 5, 7, yəni 4. 10-da 4. Bu isə bərabər olacaq 5-də 2-yə. Burada bəli. Sadə ədəd olması bir dəqiqə görüm heç bir səhv etmədim. 2, 3, 5, 7, bəli, düz. Deməli, mərkəzi O nöqtəsində olan çevrədə ABO 22 dərəcədir. ASO 28 dərəcədir. BAC-ni tapın. Deməli, uşaqlar, burada biz 2 qayda bilməliyik. Eyni qövsə söykənən mərkəzi bucaqla daxilə çəkilmiş bucaq arasında. Bilirik ki, bura əgər alfadırsa, məsələn 2 alfadırsa, burada 2 alfadır və bura alfadır. Çünki eyni qövsə söykənən mərkəzi bucaq, həmin qövsə söykənən mərkəzi bucaq, həmin qövsə söykənən daxilə çəkilmiş bucağın ikimisinə bərabərdir. Və bir də bu, belə deyək, raket qaydası da deyirik, bumerang deyirik, kim necə istəyir ad qoya bilər. Bura alfa, beta və qamma'dırsa, burada x-dirsə, x bərabərdir, alfa topla beta topla qamma. Yəni ki, burada 2 alfa bərabərdir, 2 alfa bərabərdir, 22 üstəgəl 28 üstəgəl alfaya. Alfa keçər bu tərəfə, alfa bərabərdir, 22 ilə 28-in cəmi olacaq 50. Bu qədər. Bizdən BAC bucağını, yəni 50-ni soruşur. 68-ə baxırıq. Tərəfi 12 olan kvadratın perimetrini çox sadə bir sualdır. 4 vurulsun 12, cavabımız 48. Bu qədər. Demək olar ki, hələ ki, çətin sual görməmişim. Burada belə yazaq, həll edək. 56 vurulsun, mənfini çıxarsaq 15,
bölünsün 14 vur. Mötərizənin içərisini həll etsək 5 vur 10 edəcək 50. 20-dən 50 çıxdıqda mənfi 30. Mənfini çıxardım xaricə 30. Bu şəkildə ixtisarlarımızı aparsaq 14 ilə 56 ixtisar gedər. Burada qalacaq 4. 30 ilə 15 ixtisar gedər. Burada qalacaq 2. 4 bölü 2 cavabımız olacaq 2. Y bəndi. Mənfilər onsuz da bir-birlərini apardı. Verilən çox ədədin vuruqları ayırın. Sadə bir sualdır. X üstəgəl y-i mötərizə xaricinə çıxarsam x üstəgəl y yerdə qalır C çıx D. A bənd. C çıx D doğrudur. Verilən çoxluqlar üçün A ilə B-nin kəsişməsindən C-ni çıxaraq. A ilə B-nin kəsişməsi nə olacaq? Ortaq olanlar 1 A kəsişmə B. 1 2 5. Buradan C ilə ortaq olanlar çıxarılır. Hansı 1 bitdi. 1 çıxır. Yerdə 2 5 qalır. Olacaq B bənd. Bəli, B bənd. Verilən şərti ödəyən çox rahat sualdır. Bunu da dəfələrlə işlədiyimiz sualdır. Gəlin yazaq. 11A belə yazaq. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A bərabərdir 88 vurulsun A çıx B. Burada olacaq 11A üstəgəl 11B bərabərdir 88 vurulsun A çıx B. Buradan 11-i mötərizə xaricinə çıxarsam A üstəgəl B kimi bərabər olacaq 88 vurulsun A çıx B. 88 ilə 11 ixtisar gedir. Burada 8. A üstəgəl B bərabərdir 8 vur A çıx B. A üstəgəl B bərabərdir 8A çıx 8B. Və B-ni bu tərəfə keçirək. A-nı bu tərəfə keçirsək 9B bərabərdir 8A çıx A 7A. B olacaq. Bizdən görək 2 rəqəmlərlə soruşur. B olacaq 7, A olacaq 9. Bu qədər. AB ədədini soruşursa 97. Bəli. Qarşı təpələrindən biri koordinat başlanğıcından digəri isə bu koordinat başlanğıcında. Bəli. Qarşı təpə olan kvadratın sahəsini. Diqqətlə baxırıq. Baxın. Bu mənim kvadratımın bir təpəsi. Qarşı təpələrindən biri isə koordinat biri də B8 mənfi 8. Bir dəqiqə bunu yuxarıda yazaq biraz. Tamam. Bir daha. Baxın. B mənfi 8 nöqtəsini ilk öncə tapıram. B8 mənfi 8. Bura olacaq. Burası mənfi 8. Burada 8. Amma kvadrat olmadığı üçün, kvadrat olduğu üçün biraz daha yaxında yazmalıyım. Bəli. Mənfi 8. Doğrudur. Kvadratın sahəsini. Uşaqlar, burada bir təpəsi də buradadır. Deməli, bizim kvadratımız budur da əslində. Niyə də çox? Heç bir şey etməyə ehtiyac yoxdur. Bir tərəfi deməli görünür ki 8'dir. Bu tərəfi də 8'dir. Sahəsi də 8 vur 8 64'dür. Bu qədər. Bu qədər. Verilən ifadənin qiymətini tapın. Bunu vurub açmırıq. Təbii ki, ortaq məxrəcə gətirəcəyik. Onsuz da ortaq məxrəc istədilər. Gəlin belə yazaq. 2 vurulsun. Ortaq məxrəc istədilər. 2-də 2 tam %85'in kvadratı üstəgəl 7 tam %15'in kvadratı. Bunu da ortaq məxrəcə gətirmək üçün bir dənə də 2'yə vururam. Üstəgəl 2 vurulsun. 2 tam %85 vur 7 tam %15. Belə. Bu ikilər ixtisar gedəcək. Mötərizə açılacaq. Və burada gördüyümüz kimi birincinin kvadratı üstəgəl ikincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli. Yəni bu bizə verir 2 tam %85 üstəgəl 7 tam %15'in kvadratı. Bu isə olur uşaqlar 10, 10'un kvadratı 100. Bu qədər. 75'e baxırıq. X, Y, Z natural ədədlər üçün bu ifadələr doğru olarsa ən kiçik qiymətini tapın. Gəlin belə düşünək. Y ortaqdır. Y deməli bizdən x üstəgəl y üstəgəl z-in ən kiçik qiyməti. Y desək ki 6'dır, x onda 1 olacaq. Y 6'dırsa z-də 3 olacaq. Bitdi. 1 üstəgəl 6 üstəgəl 3 cavabımız olacaq 10.
Bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən bərabər tərəfli üçbucaqlar bilirik ki, bir-birlərinə oxşardır. Bütün bərabər tərəfli üçbucaqlar təbii ki. Üçbucağın sahəsindən bunun sahəsi baxın LMN-in sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. Burada S1 LMN yazıram. Burada ABC. Buranın perimetri 9'dur deyir. Bunun tərəfini tapın. İlk öncə perimetrini tapıram. İndi belə baxaq. Bura S1'dir, bura S2'dir. Bu daha böyükdür. S1'in S2'yə nisbəti bərabərdir 16'ya. Və bilirik ki, oxşarlığa görə bura K kvadratına bərabərdir. K kvadrat 16'dırsa K nəyə bərabərdir? K bərabərdir 4'ə. Doğru mu? Bəli. Və bir də bilirəm ki, o zaman bu P1, burada P2 yazacağım. P1'in P2'yə nisbəti də elə K'ya bərabərdir, yəni 4'ə. P2'miz 9'dur. Deməli, P1 bölünsün 9 bərabərdir 4, P1 bərabərdir 36. Bunun perimetri 36'dırsa, tərəfi 3'ə bölürük 12'dir. Cavabımız 12 olacaq. Bizdən tərəfini soruşur. Verilən x və y verildikdə bu ifadənin qiymətini hesablayın deyir. Gəlin yazaq. Bir-birlərinə vuracaq. İlk öncə 5 çıx 2 kökdə 6 vurulsun 5 üstəgəl 2 kökdə 6. Yəni bu sadəcə sürəti tapıram. X üstəgəl y-dir. Bu bizə verir. Bir də aşağıda da toplamasıdır. Yazıram. 5 çıx 2 kökdə 6 üstəgəl 5 üstəgəl 2 kökdə 6. Bunlar islah olundu. Aşağıda 10 olacaq. Yuxarıda isə 1-cinin kvadratı çıx 2-cinin kvadratı. Yəni 25 çıx 2 kök altında 6'nın kvadratı 4 vurulsun 6 24. Burada 1 aşağıda 10 cavab 10'da 1 və yaxud da 0 10'da 1 də yaza bilərik. Qaldı 4 sualımız. 78. Bir dəqiqə baxın. Bəli. 78. 2 yeşikdə birlikdə 50 kilogram qənd var. Yəni x üstəgəl y bərabərdir 50'yə. Hər gün birinci yeşikdən 3 kilogram, ikincidən 2 kilogram qənd götürürlər. 6 gündən sonra, deməli əgər 6 gündən sonra deyirsə, birinci yeşikdən x çıxılsın 3 vur 6 kilogram qənd götürülüb. Başa düşürük yəqin. Yəni birinci yeşikdə x çıx 18 belə yazaq. İkinci yeşikdən hər gün 2 kilogram götürüldüyünə görə 2 vurulsun 6, yəni y çıx 12 götürüldükdən sonra götürürlər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kilogram qənd var idi. Bu şəkildə tənliyimizi qurduq. İndi yazırıq ki, deməli götürüldükdən sonra x çıx 18 bərabər olmalıdır y çıx 12'yə. Bu tərəfə keçirsəm, x çıx y bərabərdir. Bunu da sol tərəfə keçirsək 18 çıx 12, x çıx y bərabərdir 6'ya. Yazıram ki, x üstəgəl y 50'dir, x çıx y 6'dır. Tənliklər sistemi qursaq, tərəf-tərəfə toplasaq 2x bərabərdir 56'ya, x'imiz də bərabər olacaq. Deməli, 2'yə bölsək 28'ə. Birinci yeşikdə 28. Bəli, bu qədər. Elə cavabımız 28'dir. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Gəlin bir dənə. Hər yanı silək. Şarın birini 12 qəpiyə alır, 15 qəpiyə satır. Nə qədər xeyir? 3 qəpik. Bilmirəm, hələ nə soruşur bizdən. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. İndi baxın. Gəlir deyir. Bunun xeyridir, yəni gəliridir. Düşünürük ki, x qədər şar alıb və hər birindən 3 qəpik xeyir əldə edib. Amma x qədər şar alıbsa, bunun 5'i partlayıb və qalanlardan 3 qəpikdən xeyir əldə edibsə, bura 6 manatdan çox gəlir əldə edib. 6 manatdan çox olub. Bu tənliyi bərabərsizlik həll edir. 3x çıx 15 böyükdür 6. 3x böyükdür 21'dən, x böyükdür 7'dən. Ən azı neçə şar alıb satmışdır? 7'dən çox olmalıdır. 8 deyərik. Bircə dəqiqə yazdığımı bir daha yoxlayım. Bircə dəqiqə. Mən burada uşaqlar 6 manat 600 qəpik yazmalıyam.
Bəli, 600 yazmalıyım. Bura 600. Aha, deməli 600. 600-ün üzərinə 15, 615. 615-i 3-ə böldükdə 205 olacaq. Ən azı 206 şar almalıdır. Bəli, belə o şəkildə olmalıdır. Cavab 206-dır. Bu da getdi, qaldı 2 sualımız. Düzbucaqlı üçbucağın katetlərindən biri. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük, beton uzunluğu isə 2 sm-dən kiçik, 2 sm kiçikdir. Baxın, katetlərindən biri digərindən 2 sm böyükdür. Yəni, bura x-dirsə, bura x üstəgəl 2-dir. Hipotenuzondan isə 2 sm kiçikdir. Yəni, hipotenuzda x üstəgəl 4-dür. Bu qədər. Pifaqor teoremini tətbiq edirik. X üstəgəl 2-nin kvadratı üstəgəl x kvadratı bərabərdir x üstəgəl 4-ün kvadratına. X kvadrat üstəgəl, bunu açsaq, 4x üstəgəl 4 üstəgəl x kvadrat üstəgəl, daha düzü bərabərdir. X kvadrat üstəgəl 8x üstəgəl 16. X kvadratlarının birini islah edirəm. X kvadratı üstəgəl 4x çıx 8x üstəgəl 4 çıx 16. Hamısını keçirdim sol tərəfə, bərabərdir 0. X kvadratı çıx 4x çıx 12 bərabərdir 0-a. Buradan həll etsək, deməli 6, 2 diskriminantla tapa bilərsiniz. -6 çarpaz deməli vursaq bir-birlərinə olacaq. Toplasaq -4x edir. Vursaq -12. x1 bərabərdir 6, x2 bərabərdir -2. Deməli, mənfi ola bilməz. X bərabərdir 6. Bizdən görək nə soruşur? Hipotenuzu, deməli 6 üstəgəl 4 cavab 10 olacaq. Baxaq 81-ci suala. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsi olan yarımçevrənin diametridir. Baxın, bu diametridir. S olmalıdır bura. BC qövsünün bəli, BC qövsünün uzunluğu 4π'dir. Baxın, bu 4π'dir. Uzunluq 4π'dir. AO 6'dır. AB AC'yə bərabərdir. İndi, baxın, yarım çevrənin uzunluğu 4π'dirsə, tam çevrənin uzunluğu 2πr'dir. Yarım çevrənin uzunluğu πr'dir. Yəni, bölürük 2'yə. Bu bərabərdir 4π'yə. PR 4π'dirsə, deməli, erimiz 4'ə bərabərdir. Radius 4'dürsə, diametr 8'dir. Bizdən verilən fiqurun sahəsini istəyir. İndi, mən əslində radiusu bildim. 4'dür. Baxın, bu yarım dairənin, deyək ki, sahəsini taparam. Pi r kvadratı bütöv dairənin sahəsidirsə, bunun yarısının belə yazaram. Pi vurulsun, r'imiz 4'dür. 4'ün kvadratı 16 bölü 2 olacaq 8pi. 8pi, hansı ki, baxın, bu hissə olacaq. Burada bir də bərabər yanlı üçbucaq var. Hündürlüyümüz verilib. Baxın, hündürlük verilib. 6 vur 8. Üçbucağın sahəsi. 6 vur 8 böl 2. Cavab olacaq 24. Fiqurun sahəsi isə bizdən pi'ni də 3 götürmək tələb olunmur. 24 üstəgəl 8pi. 24 üstəgəl 8pi. Bu qədər. Sualların sonuna çatdıq. Uşaqlar, növbəti imtahanların suallarını ilk mənim kanalımda görə bilərsiniz. Bunun üçün kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər və kanalımda daha çox 9-cu sinif buraxılış imtahanı nümunəsi və imtahanı düşə biləcək qaydaların hər birinin izahlarını görə bilərsiniz. Sağ olun.